Sülh müqaviləsi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya bilər. Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Onlar da Ermənistan ərazisində vaxtilə yaşadıkları kəndlərə qayıda biləcəklər. İndi ermənilər Gürcüstanda yaşayırlar. Eyni məntiqdir, deyə o qeyd edib. Alimlər Günəşin üzərində qeyri-adi bir obyekt müşahidə ediblər. Onların sözlərinə görə bu obyekt nəhəng quş silüetini xatırladır və ölçüsü yer kürəsindən 10 dəfə böyükdür. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Məlumata əsasən, obyektin qanad kimi görünən hissəsi təxminən 150 min kilometr uzunluğundadır. Obyektin mənbəyi və təbiəti barədə hələlik dəqiq elmi izah verilməyib. Belarus Rusiyadan nüvə silahı almayıb. Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleg Ivashenko deyib. Belarusda aviadaşıyıcılar, təyyarələr və operativ taktiki İskəndər sistemləri yerləşdirilib. Lakin Rusiya nüvə başlıqlarını Belarusa ötürməyib. Onun sözlərinə görə, Belarus hazırda nüvə başlıqlarının yerləşdirilməsinə hazırlaşır. İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib. Məlumata görə bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir. ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin pisləşə biləcəyi barədə xəbərdarlıq edib. Bunu Amerika liderinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keith Kellogg deyib. Məncə, onun barəsində danışdığı yanğın şəxsi münasibət anlamındadır. Prezident Trump şəxsi münasibətləri həqiqətən yüksək qiymətləndirir. Mən bunu görəndə həqiqətən anlayıram. Qeyd edək ki, Trump sosial şəbəkə paylaşımında Putinin odla oynadığını, özünün isə Rusiyanı pis şeylərdən qoruduğunu yazmışdı. Biz Azərbaycanla İran arasında münasibətlərdə dəyişiklikləri müşahidə edirik. Birgə təlimlər keçirirlər. İran alternativ dəhliz təklif edib. Zəngəzur dəhlizi artıq aktuallığını itirib. Bu sözləri Stanislav Tarasov erməni mediasına müsahibəsində deyib. Qarabağdan Ermənistana qaçan separatçıların qalıqları əvvəllər Paşinyan hakimiyyəti tərəfindən hücumlara məruz qalsa da, son dövrlər bu təzyiqlərin səngidiyi müşahidə olunur. Hətta İrəvandakı qondarma Arsak nümayəndəliyi fəaliyyətinə hələ də davam edir. Separatçılar da əsas toplantılarını orada keçirir. Hraparak nəşri Ermənistan hakimiyyətinin separatçılara loyal münasibətinin səbəblərini öyrənib. Nəşr yazır ki, hakimiyyət əvvəllər dövlət içində dövlətin olmasına dözməyəcəyini desə də, son aylar qeyri-adi dərəcədə loyallıq nümayiş etdirir. Hakimiyyət prezident və parlament institutlarını qoruyub saxlamağa imkan verən konstitusiya dəyişikliyində Samvel Şahramanyanın qondarma Arsakın buraxılması qərarına dəyişəndə də reaksiya vermir. Mənbələr qeyd edir ki, Ermənistan hakimiyyətinin bu loyallığı Rusiyadan aldığı xəbərdarlıqla bağlıdır. Məlumata görə, Rusiya Ermənistan hakimiyyətindən Arsak qurumlarının ən azı formal olaraq saxlanılması, ümumiyyətlə Arsak məsələsinin tamamilə bağlanmamasını istəyib. Nəşr iddia edir. Rusiya artıq Ermənistanın əhəmiyyətini anlayıb. Yəni, Ruslar indiyə qədər o qədər düşüncəsiz idilər ki, hələ də anlamamışdılar, Ermənistan önəmli ölkədir, yoxsa yox. Onunla yaxşı münasibət qurmağa dəyərmi, ya yox. Bu fikirləri Ermənistanın mülki müqavilə fraksiyasının deputatı Stepanyan, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun İrəvana səfərinə münasibət bildirərkən deyib. Tamamilə siyasi düşüncədən uzaq, sadəlöv yanaşma nümayiş etdirdilər. İndi birdən-birə kimsə Lavrovun yanına gəlib deyib, Sergey Viktoroviç, siz bilirsinizmi, Ermənistan əhəmiyyətli ölkədir. Ora bir səfər etsəniz, pis olmaz. Beləliklə, Lavrov gəlib. O, istehza ilə qeyd edib. Rusiya Silahlı Qüvvələri iyunda böyük hücuma hazırlaşır. Bu barədə BID nəşri məlumat yayıb. Rusiya ordusu çoxlu yeni pilotsuz təyyarələr istehsal edib və indi onlardan istifadə etmək istəyir.
Nəşrin məlumatına görə hücum Sumi, Xarkov və Dnepr vilayətlərinin ərazilərini əhatə edə bilər. Bu məqsədlər üçün minlərlə əsgər və tank yetişdirilib. Eyni zamanda Rusiya Ukraynanın logistika sistemlərinə hücumları gücləndirib. Rusiya və Ukrayna arasında İstanbulda əldə olunan razılaşma əsasında həyata keçirilən 1000 nəfərə qarşı 1000 nəfərlik əsir mübadiləsi müharibənin əvvəlindən bəri ən böyük dəyişiklik kimi qiymətləndirilsə də, Ukraynada bu razılaşma ilə bağlı məyusluq yaranıb. Məlumata görə Ukrayna tərəfi qeyd edib ki, mübadilə nəticəsində Azov alayının bircə üzvü belə geri qaytarılmayıb. Rusiya Ukraynaya müharibədən əvvəl cinayət törətdiklərinə görə məhkum olunmuş və deportasiya olunması planlaşdırılan şəxsləri təhvil verib. Ukraynalı hüquqşünaslar qeyd edir ki, mübadilə siyahılarına növbəti dəfə nə qadınlar, nə xəstələr, nə də 24 fevral 2022-ci ildən əvvəl həbs olunmuş mülki şəxslər daxil edilib. Fakti olaraq Rusiya qanunla deportasiya etməli olduğu şəxsləri əsir kimi təqdim edərək bu addımı humanist jest kimi qənimə verib. Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Qeyd olunur ki, Ermənistanla iş üzrə yeni kurator, Rusiya prezidentinin aparat rəhbərinin müavini Sergey Kriyenko aktiv fəaliyyətlə məşğuldur. Məlumata görə, bir neçə gün əvvəl Xocalı qatili Robert Koşaryan Moskvada qısa müddətli səfərdə olub. O, bir neçə ay əvvəl Moskvaya səfər etsə, təcili tapşırıqla yenidən Rusiya üz tutub. Nəşr bildirir ki, Koşaryan Kremldən təlimatlar alıb. Amma Kremldə onun qulağına deyilənlər barədə hələ də komandasına məlumat verməyib. Əvvəlki səfərdən sonra mətbuat konfransını keçirərək aktivləşdiyini açıqladı. Şayələrə görə bu dəfəki mövzu Paşinyanın impeachment məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı gözlənilir. O da istisna edilmir ki, Koşaryana bu məsələdə çox da qətiyyətli olmamağa çağırılıb və onunla baş nazirliyə namizədlərin adları müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub. Nəşr qeyd edib.